Milyonlarla insanın səbirsizliklə gözlədiyi Bakı-Tbilisi-Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlaması ilə bağlı Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirlikdən yeni məlumat əldə olunub. Aktualca xəbər portalının sorğusuna cavab olaraq Nazirlikdən bildirilib ki, hazırda Gürcüstan və Azərbaycanın aidiyyatı qurumları arasında məsələ ilə bağlı danışıqlar intensiv şəkildə davam edir. Nazirlikdən həmçinin qeyd edilib ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının 1 may tarixində fəaliyyətə başlayacağı ilə bağlı yayılan məlumatlara hələlik dəqiq cavab verilə bilməz. Bildirilib ki, bu barədə dəqiq tarix irəliləyən vaxtlarda açıqlanacaq. Nazirlikdən Aktualca xəbər portalına verilən rəsmi açıqlamada deyilir. Bakı-Tbilisi-Bakı sərnişin daşımalarının bərpası ilə bağlı iş prosesi davam edir. Bu proses həm dəmir yolu idarələri arasında, həm də məsələ ilə bağlı hər iki ölkənin aidiyyatı qurumları ilə danışıqları və texniki detalları dəqiqləşdirməyi əhatə edir. Tərəflər intensiv şəkildə işləyir və sərnişin daşımalarının bərpa olunacağı dəqiq tarix daha sonra açıqlanacaq. Xatırladaq ki, bu ilin 18 fevral tarixində Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin yaydığı məlumata əsasən Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev və Azərbaycan Dəmir Yollarının sədri Rövşən Rüstəmov, Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Naziri Levan Davitaşvili ilə keçirilən işgüzar görüş zamanı 2025-ci ilin 1 may tarixindən etibarən bərpası planlaşdırılan Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətə başlamasını müzakirə ediblər. Nazirliyin həmin açıqlamasında qeyd olunurdu ki, sərnişin daşıma qatarının hərəkəti cari ilin 1 may tarixindən etibarən bərpa olunacaq. Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarının fəaliyyəti pandemiya dövründə dayandırılmışdı.